Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. 3 sual verilişi ilə sizin qarşınızdayıq. Bu verilişi açmamızda əsas məqsədimiz təmir, tikinti, alğı və satqı sahəsində sizləri maarifləndirməkdən ibarətdir. İndi isə bugünkü qonağımız daşınmaz əmlak məsələləri üzrə mütəxəssis Ruslan Əkbərovdur. Ruslan müəllimi studiyamıza dəvət edək. Xoş gəlmisiniz. Buyurun, əyləşin. Ruslan bəy, bugünkü kimi yenə də aktual 3 sual verəcəyik sizlərə. Bu suallar adətən izləyicilərimizdən gəlir və izləyicilərimiz üçün maraqlıdır. İlk sualımız budur ki, niyə görə çıxarışlı ev, yəni el arasında desək, Kupçalı evə üstünlük verilməlidir? Niyə Kupçalı evlər, yəni son dövrlər vətəndaşlar Kupçalı evlərə daha üstünlük verir, el evləri almaq üçün daha üstünlük verir ki, Kupçası olsun, çıxarışı olsun evə. Yəni bir evin bir neçə şəxsə əvvəllər satıldığı müşahidə olunmuşdu. Ona görə ki, Kupçalı evlərdə elə bir şey müşahidə olunmur. Yəni birbaşa vətəndaşın Kupçası kimin dövlət reyestrindən keçir və orada qeydiyyat olunmalı, dəqiq sayı bilir insanların və həmin vətəndaş Kupçalı evdə daha tez, asan qeydiyyata düşə bilir və satanda da evi asan satıla bilir. Yəni ki, dövlət İstədiyi vaxt yəni sata bilər də. Kupçalı evin alıcısı da çoxdur bu dəqiqə bazarda. Anladım. Həm tələbata görə, həm dediniz ipotekaya görə, həm qeydiyyata düşməyə görə Kupçalı çıxarışlı evə daha çox vətəndaşlar üstünlük verməlidirlər. Yaxşı, söhbət elə ipoteka məsələsinə gəldisə, onda ipotekaya aid elə suallarımız var. Yaxşı, vətəndaşlar bəs niyə ipotekaya müraciət etməlidirlər? İpotekanın hansı üstünlükləri var? İpoteka bütün dünyada yayılmış bir geniş bir kredit növüdür. Bizim dövlətdə də dövlət şərait yaradır vətəndaşa, gənc ailələr üçün ipoteka ayırır. Gənc ailələr üçün əmək haqqısı qanuni, yəni dövlətdə rəsmi şəkildə əmək haqqı alan vətəndaşlar müraciət edə bilər. Faiz dərəcəsi az, uzun müddətli, vətəndaş daha çox yüklənmir xərcə və asan dövlətdən ipoteka götürür, asan ev alır. Yəni ki, başqa bir xərcə, borca ki, yüklənmir də vətəndaş. Yəni dövlətdən götürür. Dostlar, qardaşlar, heç nə açmır. Dövlət və sən hissə-hissə və yavaş-yavaş ödəyirlər, bəli. Və sonunda da ev özünə qalır. Vaxt vətəndaş evi ipotekanı ipotekada olan evi sata da bilər. Yəni ki, ya şəxsi özü üçün istifadə edə bilər. Aydındır, çox sağ olun. Yenə də sualım ipotekaya aid olacaq. Yaxşı. Bu ipotekanın etibarlı olması üçün vətəndaş nə etməlidir? Yəni türklər demişkən, gönül rahatlığı ilə bu ipotekaya necə gedə bilər? Vətəndaşlar zəmanətli ipotekaya getməlidirlər. Özləri də vaxtında sığortanı ödəməlidirlər və hər hansı bir fövqəladə partlayış, qaz sızmasında ya bir yanğın hadisəsi baş verdikdə onu zəmanətli olmalı. Yəni evi sığortalansın, zəmanətləndirsin ki, yəni başa düşdüm mən sizi, hər hansı bir fövqəladə hadisə baş verdikdə vətəndaşa təzminat ödənilsin və vətəndaş çöldə bayırda qalmasın. Anladım. Yəni ev alarkən də tam rəsmi və qanuni şəkildə mənzili əldə etmək lazımdır. Əziz izləyicilərimiz, bugünkü verilişimiz bu qədər. Gələn verilişlərə görüşənə qədər